Hə, deməli 25-ə baxırıq da. Deyək ki, ilk 3 hədfin cəmi həndə silsilədə ilk 3 hədf hansıdır? B1, B2, B3. Deyir bunların cəmi onun 4-cü, yəni B4, 5-ci, B5, 6-cı, B6. Bunların cəmindən 64 dəfə böyükdür. İndi böyük olan budur, kiçik olan da budur da, düzdürmü? Biz kiçiyi 64-də vurub böyüyə bərabər edək, yoxsa böyüyü vuraq kiçiyə bərabər edək? Kiçiyi vuraq da, düzdürmü? Çünki deyək ki, bu böyükdür, bu böyük deyirsə, onda bunu vurmalıyıq 64-də. Bərabər eləməliyik buna. Düzdür? Şimdi bax, fikir verin, 4 ilə 1 arasında nə qədər fərq var? 3, düzdür? 5-dən 2 arasında nə qədər fərq var? O da 3'dür. İndi burada nəsə bir şey var da, onu aşkara çıxardacaq. Baxın, B1, B2, B3 bərabər. Bu B4-ün əvəzinə B1 vur nə yazar? Hələ üstdən yazıram, vaxtımız yetməsin. B1 vur küpü. B5-in əvəzinə nə yazar? Ay, sol. B2 vur küpü. B6-ın əvəzinə B3 vur küpü. Nə çıxır mötərizə kənarına? Küpün çıxartdıq kənara. Nə qaldı? B1, üstə gəl, burada nə qaldı? B2, burada nə qaldı? B3. Bərabərdir, daha doğrusu vur 64 də qaldı burada, vur 64. İndi bu B1, B2, B3 bölürük hər tərəfi B1 plus B2 plus B3'lər. Burada qaldı 1, burada qaldı 2 kubu, vur 64. O da 2'nin kubunu tapmaq üçün 1'i 64'də nə edirik? Bölürük, olur 64'də 1. 64'də 1 də nəyin kubudur? 4'də 1'in kubudur. Bu deyəsən 26'nın sualı, düzdür? Bəli, amma 26. Saxlayın bəs.